burada niyə dayanmışıq? Ay kişi, müdür bizə deyib ki, müştəri tapıb restoranı getirin. Onun üçün dayanmışıq burada. Hə, bu müştəri hardan tapar? Aa, nə rahat olma, tapar o. Deyə tapdım. Hadi oğlum, siz məndən nə istəyirsiniz? Amma biz bundan nə istəyirik? Vur onu. Ay sağ, indi apar o müdürün yanına. Otur, sakit otur. Xoş gəlmisiniz. Nə xoş gəlmisən, küçədən tutub gətiriblər məni bura. Siz gedin posta, qalanı mənli idi. Mətin getdi gəldi müştəri tapmağa. Bu səhər yeməyidir, 4 nəfərlik. Mən işə gedirdim, bura gəl. Ziyafət restoranında hər həftənin 6 və bazar günləri səhər saat 9-dan 2-yə kimi səhər yeməyi verilir. Qiymətini bilirsən? Bu boyda əl olar. Qiyməti 75 manatdır. Amma nəqd ödənişdə 20% endirim olur 60 manat. Ha, deməli adama 15 manat düşür bu boyda yeməyə. Əladır. Sən 4 nəfəri böldün düşdü 15 manata. Sən istəyirsən gəl 5 nəfər, 6 nəfər. Bu boyda çeşidə bax sən. 4 nəfərə 15 manatdan bu qədər yemək superdir. Amma nəqd ödəyəcəksən də bilirsən də. Nuş olsun. Müdür təsə müştəri tapmışıq. Mən gəldim. Xoş gəlmisiniz. Buyurun, əyləşdirin. Mən də yaxınlaşıram indi. Ziyafət Murtda 2 gün, şənbə və bazar səhər yeməyi. Gəl də.